anlama işləri, bir də sözlərin təzə qayda var. Demişdim sizə. Mən müəllim, o bir dəqiqə müəllim şeydi də o sayt nədir? Çəkici açmaq, mən onu eləyirdim. Mən onu onu düz yazmışdım. İnkar bir şey. Təsdiq və inkar feillər. Bir dəqiqə nə idi o? Təsdiq və inkarda olan feilləri deyirsən, yoxsa nəyi deyirsən? Bu saytlar artırılır ha. Saytlar sabitlər artırılır ha. O sözün tələffüz qaydası, bəli. Bəli, mən orada eləmişdim. Səhv eləmişdin? Mən bəli, səhv eləmişdim. Bir də söz var idi. Səhvlərini çalış, daha diqqətli, səhvə daha belə deyim də, diqqətli yanaş ki, gələn səfər o mövzunu bir də səhv eləməyəsən və soruş. Nəyi bilmirsənsə anında gələn kimi sual verdi. Nay müəllimə, bax belə bir şey düşmüşdü, bax belə bir sual var idi, anlamadım. Çünki soruşmayanda o sualların sayı artır, səhvlərinin sayı artır. Mütləq yadında saxla, soruş dərsdə. Bəli, müəllim. Yoxlayırsan sən bunları, bax yazdım bir neçəsini. Bəli. Bunları yoxla. Deməli, 639 ilə 2 cəmi 641 elədi. 224 ilə 56 cəmi 280 elədi. Düzdür? Bəli, müəllim. Bunların hamısı mən düz yazmışam. Mən baxdım. Onda keçim. 2-yə müəllim. 400, yox, hələ 439 ilə 45-in cəmi durur. Mən yazdıqca yoxla. Yoxlayırsan da? Hə. Yoxladın sən bunları? Hə, mənim səhvim yoxdur. Aha. Salam müəllimə. Salam qızım. Necəsən? Yaxşıyam. Yaxşı olasan. Riyaziyyatın gəl. Bu səhifə 27-də qızım Hüseynə keçən dəfədən ev tapşırığı vermişdim. Odur, yoxlayırıq. Səhifə 27-də bax, misallar. Riyaziyyat kitabını aç, zəhmət olmasa. Səhifə necə? Səhifə 27-də. Yoxladın Hüseyin bunları? Mən bir dəqiqə 670. Mən bəli, səhvim yoxdur mənim. Hamısını yoxladın? 641. 600. Mən bəli tapdım. Hamısını mənim səhvim yoxdur. Bir də şeydir. 3 keçərdik. Ben 426. Aha. Düz yazmışım. Ay sol. Keçdik 2'ye. Ama 2'de de 529. Zeynep hesaplaman necədir Zeynep? Yaxşıdır. Yaxşıdır. Bunları indi bizlə beraber yaza bilərsən. Hazırlığa kızım mütləq dəftər tutun. Yaxşı mı? Hazırlıq dəftəriniz ayrı olsun. Ben tutmuşam. Əvvəlbayı tuttum. Hə, olmalıdır mütləq. Mən 106. Yoxlayırsan da Hüseyin yəqin ki. Ben düz yazmışam bunu. Ben 48. Ben düzdür. Yazdım.
yazdın? Yoxladın daha doğrusu. Mənim hamısı, mən düz səhvim yoxdur. Zeynəb qeyd götürsən qızım sən də. Xeyr. Niyə xeyr? Yox, qeyd götürmək vacibdir. Bax, Hüseyin dəftər tutub, tapşırıqları yazırıq. Evə verilən tapşırıqları orada işləyirik. Və ev tapşırığımız olmayanda da, tapşırıq işləyəndə hazırlıq dəftərinə işləməlisən. Müəllim, mən dərs yazmışım. Siz atmışsınız. Aha. Baxarıq, ona da baxarıq. Yoxladın Hüseyin bunları. Mən bəl hamısı düzdür. Aha, keçək. Zeynəb, indi səhifə 27-də 3-cü tapşırığa hər ikiniz diqqətlə baxın görün. Deməli, mən bunu deyərəm. Necə? Mən bunu tapdım, mən siz deyin, sonra mən deyəm. Əlbəttə deyəsən. İndi dayan. Baxın uşaqlar, belə bir alt-alta toplama əməli verir. Bizə deyir ki, boş xanıya özün ədəd tap. Bax, 8-in üstə 4 gəlib, eləyib 12. 2 yazıb, 1 yadda. 1 yadda. 2 ilə 2, 4, 1 də yadda 5. Deməli, 5-in üstünə elə 2 gəlibdir ki, 7 alıb. Bəli. Mən ikinci izahını mən verə bilərəm. Gözdə yazım. 216. Növbətini Zeynəb izah edər. Deməli, bax, burada bir boşluq verib, onluq ədədlə 3 rəqəmini toplayıb, alıb 230. İndi buyur, mən səni dinləyirəm. Bəli, biz 6-nın üstünə 6 gələ bilmər, 6-nın üstünə 6 gələ bilmər ki, müəllimə 0 eləsin. Və biz bunun üçün 10 eləsin. 6-nın üzərində necə gəlmək 10 eləsin. Müəllim 10 eləyəcək. Bura yazdım 4. Aha. Bir üstə bir 2 eləyəcək. Ay, sağ ol. Deməli, 2-nin də üstünə, bax, burada 1 yaddaydı. Onu gəldik, 3 elədi. Bu 2 də düşdü aşağı, cavabımızı elədi 230. Bəli. İndi keçək, digərini Zeynəb, sən izah elə. 327-nin üzərinə, bax qızım, gəlir neçəni? Burada bir boşluğumuz var, onu biz doldurmalıyıq. 6, cavabımız deyilib, 653. Zeynəb, başda izah elə qızım. Müəllim, indi 3-də 3 gəlir. Yox, buradan başlayırsan. Qız, təhlikdən başlayırıq. Saçma. Bax, fikir ver, ox qoydum. 7-nin üstünə 6 gəl, neçə eləyir? 7 üstə 13 eləyir. Ay, sağ ol. 3-ü yazırıq, 1-i yadda saxlayırıq. 2 yazırıq, 1 yadda qalır. Bax, bu 5-ə bax, qızım. Bu 5-dən çıxırsan bu 1-i, qaldı 4. 4-dən də bir də çıxırıq, bax, bu 2-ni. Aldığımız cavabı bu boş xanaya yazırıq. Neçə yazım indi mən ora? Neçə aldıq? 2. 2. Gördün, cavabımız doğru oldu. Hüseyin, belə mi yazmısan? Mən bəli yazmışam. Aha, afərin sənə. Zeynəb, indi bunu da sən izah edirsən. Diqqətli ol qızım, bax, fikrin burada olsun. Deməli, 2 dənə 3 rəqəmli ədədi toplayırıq. Cavabımız eləyib. Aha, burada da bir dənə xanamız var. İndi yenə təhliklə təhliyi topla. Təhliyimiz 9, 2. Aha, bunları topla görüm. Biri yaddırsaq, mən biri yaddırsaq verir. Ay, sağ ol. Biri yazıram, biri yadda saxlayıram. Bax, bu 0-la 0-ı toplayanda eləyir 0. Bir də yaddaydı, yazdım biri. İndi bu boş xanıya mən neçə yazım? Bu boş xanıya 5-dən çıxırıq 3-ü, aldıq 2, orada 2 yazırıq. Ay, sağ ol. 5-dən çıxırsan 3-ü, alırsan 2-ni.
Sonra keçək digər Hüseyn belə yazmışdın da yəqin ki. Mən bəli. Aha. Bunun üzerine gelip 4, 9. Alıb 982. Yes. Hüseyin bunu sen denən zəhmət olmasa. Biraz tez. Mən biz 3'ün sen 9 yerində eləyir 12. 2 yazırıq 1 yaz. Aha, 4'ü bir yer. çıxar. Mən 8'dən biz 4'ü çıxardıq, 7 qalacaq 4. Aha. Mən sonra keçəcəyim, mən obrusda. Mən burada müəllim olmaqda bir... Yo, sən tələsdin. Necə 8-dən 4'ü çıxdıq 4 və bu 1 hara getdi və bir dənə də 1 yaddamız var idi. Mən bəli, mən onda bu belə oldu. 8'dən 4 çıxardım, 4 üstə də bir 5 yazacağım. Bax hələ. Üstə niyə gəlirik? Hüseyin, 3'ün üstə 9 gəldi, elədi 12. 2 yazdım, 1 yadda. Düzdü mü? 4'ün üstünə neçə gəlibdisə, o elə bir yadda da eləyib 8. Ona görə sən bu 8'dən o 1 yaddanı çıx, bir də 4'ü çıx. Mən 8'dən 1'ini çıxıram 7. 7'dən də mən 4'ünü çıxıram 3. Bunu əgər bayaq dediyin kimi yazmısansa səhv daha düzəlt. 5'dir də bu. Aha, indi digər neçədir? Digər boşxanaya neçə yazım? Müəllim burada müəllim 5 yazacaq. 9'dan 4 çıxacaq. Bir də uşaqlar, fatilə verəndə son anında qoşulun. Yaxşı gözləməyin. Bəli. Aha. Deməli, boşluq 3, bir də 2 rəqəmli bir ədəd verib, yenə bunları alt-alta toplayıb. Və cavab olaraq almışıq belə bir cavab. Zeynəb, bunu hesabla görüm qızım. Müəllimə, ən birinci... Qızım, təhlikdən, yəni bax bu hissədən. Üçdən çıxırıq. Yox, 3'dən heç nəyə çıxmırıq. Sən fikirləşməlisən ki, 3'ün üzərinə neçə gəlsən, sonu 2 ilə bitər. Neçə gəlsən, sonu 2 ilə bitər. Hə, Zeynəb? Zeynəb, eşidirsən qızım məni? Müəllimə. Bəli. Bax, 3'ün üstə 5 gəlirik, eləyir mi 8? 3'ün üstə 6 gəlirik, eləyir 9. 3'ün üstə 7 gəlirik, eləyir 10. 3'ün üstünə 8 gəlirsən, eləyir 11. 3'ün üstə 9 gəlirsən, eləyir 12. Deməli, biz bura 9 yaza bilərik. Çünki 3'ün üstə 9 gələndə 12 eləyir, 2'ni yazıram, 1'i yadda saxlayıram. Aydındır qızım? Və indi bu boşluğa nə yazım? Nə, 9'dan çıxırıq 8'i. Aha. Qalır 1. Birdən də bax, yadlarını çıxırsan. Birdən də... Bax, bu bir yaddan... Biraz tez-tez, biraz sürətinizi artırın. Hə, birdən də bax, bu 1'i çıxdıq. Nə qaldı? 1, 0. Birdən bir çıxanda 1 qalır. 0 qalır. Aha. İndi bəs bu xanıya nə yazım mən? Bura nə yazım? 6. Niyə? 5'in özü düşür axı. 5'in özü düşür Zeynəb. Bax qızım, 5'in altında heç nə yoxdur. 5 yüzlük mərtəbəsidir. Görsən onun altı boşdur. Bax, fikir ver, burada elə bir heç nə yoxdur. 0 var. 5 ilə də o 0'ı toplayanda elə 5'in özü qalır orada. Aydındır? Hüseyin, doğru yazmışsan Hüseyin bunu. Aha, gəlin sonuncuya baxaq. Bunu mən deyim.
Müəllim 800-lə 6 gələndə 14 eləyir. Aha. Deməli 4 yazıram, biri yadda saxlayıram. Bəli. Müəllimə sonra isə 6-nı isə 2 gələm 8, yadda da bir var idi 9. Ay sağ ol. Zeynəb baxırsan qızım? Bəli. Hə, bax. İndi 9 yazdıq bura. Keçdik 100-lüyə. 100-lüyü necə tapım Hüseyn? Müəllim 100-lüyə belə tapacaq. 8-dən biri tadı 7. Vəssalam. Deməli, 768 ədədi ilə 126 ədədini toplayıb 894 almışıq. Aydındır? Bəli. Bu səhifəni işləmişdik ya. Səhifə 27-ni işləmişdik. Məktəblə buradasınız, yoxsa hələ çatmayıbsınız? Müəllim, biz burada tanıtırsanız müəllim, biz 25-deyik. Hə, onda işləməyək. Gəlin, mən sizə belə başqa bir suallar, testlər açım. Dünən nə işlədik? Yarımçığımız qalmışdı bizim. Bəli. Müəllim, az deyil bir dənə test var idi, onu işləmişdik deyəsən. Gözləyim, bircə dəqiqə. Deməli, ana dilini işlədik, riyaziyyatı qalmışdı. Bəli, müəllim, riyaziyyat qalmışdı. Aha. 35-i Zeynəb izah eləsin. Bəli. Zeynəb, elə qızım. 35-də yazır ki, 342 ilə 704-ün müqayisəsi hansıdır? Aha. Ən birinci A'ya baxırıq. Aha. A'dan deyir ki, 342 Ədədləri düz verib Zeynəb. Diqqətli ol, orada ədədin birini səhv göstərib. Hansı ədədi səhv verib? Zeynəb, hansı diqqətlə bax qızım. A bəndində A variantıdır. A variantı. yox qızım. Mən səndən soruşuram ki, A variantında bax bizə sözlə deyir ki 342, bir də 704. A variantında ədədin birini heç düz göstərməyib. Hansını düz göstərməyib? Mən 407. Ay, burada görsən 407 veribdir. B variantına bax görüm. B variantında 342. Tamam. Axırda da 700 yazıb, 700 səhvdən o görə B variantı da çıxdı. A variantı, B variantı bizə lazım olmadı. İndi C variantına baxaq. C-də nə koruyub? C-də də yenə birini səhv verib. 704'ü düz verib. 342-nin əvəzinə 324 yazıb. Ona görə də doğru cavab Zeynəb, birazca sürətimizi artıraq. Birazca da var, müqayisə çox asandır. Sürətimizi artıraq. Bilmədiyimiz nə varsa, bax, nəyi bilmiriksə də, mən o, belə deyim, qaydalara aid sənə çoxlu test göndərərəm, evdə işləyib birazca sürətimizi artırmalıyıq. Hüseyin, 36-nı izah elə. 36 deyir ki, ata ilə oğlunun yaşlarının cəmi 78-dir. 6 il sonra onların yaşlarının cəmi neçə olacaq? Mənim çox asandır. 78-in sonra 6 gəlir 84. Bay bərəkallah. Bay maşallah. 78-in üstünə 6 gəldik. Və yaxşı, bu ata böyüdü, oğul böyümədi, yoxsa oğul böyüdü, ata böyümədi? Hüseyin. İndi belə deyim. 2026-cı ili qarşılayırıq. Mama yekəlir, sən yekəlmirsən? Hamımız bir yaş böyüyürük. Bax, bağlı anlamadım. Ata da 6 il böyüyür, yaşının üstünə 6 il gəlir. Bax, bu oğul da 6 il böyüyür. Hər ikisinin yaşı 6 il. Deməli, sən 78-in üstünə 6 yox, 12 gəlməlisən. Aydındır? Mən başa düşdüm. Bəli, sən bir nəfəri böyütdün, o biri qaldı yerində.
Və hər ikisi böyüyür də. Bunların 6 ildən sonra hər ikisinin yaşı artır. 78 ilə də 12-nin cəmi neçə eləyir Zeynəb? 78 ilə 12-nin cəmi Aha. 90. Ay sağ ol. Eləyir 90. 37-ni izah elə Zeynəb. O çizgidə deyir ki, ən böyük 3 rəqəmli ədədlə ən kiçik 3 rəqəmli ədədin fərqini tapın. Ən böyük 3 rəqəmli ədədimiz 999-dur. Ən kiçiyimiz isə 100-dür. İndi 999-dan çıxırıq 100-ü. Aldıq 840. 899. 800. Sizdə də internet problemi var. Sesin çox qırıla gəlir. Bəli, buyur. Müəllim, 356, 505, 10. Mənim 6-nın da üstü 1 gəlir. Mən 0 da 2. Mən orada 0 var idi. Mənim cavab 702 da C var. Aferin. Cavabımız 702-dir. Zeynəb, baxaq 39-a qızım. 39-cu sualı oxu görüm. Restoranda 3 günə 270 kartof 270 kiloqram. 270 kiloqram kartof işləndi. Bu hesabla bir həftəyə nə qədər kartof işlənər? Zeynəb, bir həftəmiz neçə gündür? Bir həftəmiz 7 gündür. Ay sağ ol. Gəl sən belə elə də 3 günə 270 kiloqram kartof işlənibsə, bir günü tap görüm necə taparsan, bir günə nə qədər kartof işlənib? Bir günü tapmaq üçün nə etməliyik Zeynəb? Müəllim, Zeynəb yapması mən gəlin. Bəli. Mən 7-ni vururuq. Yox, tələsmə, bax. 7-ni qoydum kənara. 3 günə, Zeynəb, bax, belə deyim də, məsələn, tutaq ki, mən hər gün 5 səhifə kitab oxumuşam. Deyirəm ki, 3 günə 15 səhifədir. 3 günə 15 səhifə. Bir günə neçə səhifə oxuduğumu necə tapıram? Bax, belə deyim, biraz da asanlaşdırın. Bax, deyirəm ki, 2 günə 20 səhifə oxumuşam. Bir günə nə qədər oxumuşam? 20-nə vururuq 2. Yox, vurmursan. Tam əksinə bölürsən. Bax, indi burada da sənə deyir ki, 3 günə 270 kiloqram kartof işlənib. Sən bir günü tapmaq üçün, bax bu 270-i Zeynəb, bölməlisən 3-ə. 270-i 3-ə bölmək üçün sonunda 0 var, bunu rahat bölürük. Necə? Bax bu 27-ni götürüb 3-ə bölürsən. Neçə eləyir 27-ni 3-ə böləndə? 27-ni 3-ə. Neçə eləyirsən? Yox, səbirli ol Hüseyin. 9 eləyir. Bax, bu 0-ı da yazıram sonuna. Deməli, bir günə biz tapdıq ki, bir günə 90 kiloqram kartof işlənir. Bəli. Aydındır? Bəli. İndi sən, Zeynəb, bir həftəyə nə qədər işlənir, onu hesabla. Bir həftəmiz neçə gün idi? 7 gün. Ay, sağ ol. İndi biz də tapdıq ki, bu bir günə 90 kiloqramdırsa, 7 günə nə qədərdir? Zeynəb, 2 günə nə qədər işlənər qızım? 2 günə 180. Ay, sağ ol. Neynədin? 2-ni 90-a vurdun. Düzdür? Bəs 7 günə nə qədər işlənər? Hə, Zeynəb, 90-ı vurursan 7-yə. Mən burada vururam. Bir dəqiqə. Vurulmasın. Şifahi de Hüseyin. 9'u 7'ye vurursan arkasına da 0 atırsan. Asan yollar öğrenir. Alt-alta vurma. Mən deyim də bunu. De. Müəllim burada 9'u 7'ye alanda 63 yana 0 630 deyə var. Ay sağ ol. 630 kilogram.
40-cı sualı Hüseyn izah elə. 40-da deyir ki, ən böyük üç rəqəmi mövcud ədədlə ən kiçik iki rəqəmi tək ədədin fərqi neçədir? Mən biz birinci bilirik ki, ən böyük üç rəqəmi ədəd. Səbir ol, bax burada ən böyük üç rəqəmli cüt şərti də var ha. Mən onu söyləyirəm elə. De görüm, indi ən böyük üç rəqəmli cüt hansıdır? Mən ən böyük üç rəqəmi 998. Afərin, bunu yazdım. İndi ən kiçik iki rəqəmli tək deyir. Müəllim, ən kiçik iki rəqəm tək deyirsə, müəllim, burada olacaq 111, 101 müəllim. İki rəqəmli deyil, iki rəqəmli. İki rəqəm sizin müəllim, burada olacaq müəllim 11. 11. Cavabımız neyiniyir? Mən cavabınız deyim, mən çox xətan. 987. Bəli, 987. Zeynəb, sən ümumiyyətlə hazırlaşmısan qızım indiyə qədər, yoxsa? Yox. Mənim yox. Yox. Keçənləri yaxşı idi müəllimə, bu il girəndən nəzəli müəllim də şikayət edir. Keçənləri yaxşı idi. Siniflərdə deyirəm bunu, yəni hətta belə təcrübədən irəli gəlir də bu baxışım. İbtidai sinif uşaqları yay tətilində əgər işləmirlərsə, tez unutqanlıq başlayır. Bəli, unutqanlıq o zaman tez olur. Yəni böyük yuxarı siniflərə baxmayın, uşaqlarda bu tez baş verir. Gəlin belə eləyək. Mətni mən oxuyum, sualları siz cavablandırın. Deməli, qərənfil mətnidir. Bir gün Lalə oyuncaqlarını Rəhimgilin həyətindəki böyük qoz ağacının altına töküb evcik düzəldirdi. Rəhim ona kömək etmək istədikdə Lalə dedi: Rəhim, evciyi mən düzəldərəm. Sən get sap, bir də kibrit qutusu gətir. Onlardan telefon xətti çək. Elə ki, telefon hazır oldu, evinizə gedib mənimlə telefonla danışarsan. Rəhim razı oldu. O sap və kibrit qutuları gətirib telefon xətti çəkməyə başladı. Lalə də qəşəng bir evcik qurdu. O istədi ki, bağı da olsun. Söyüd ağacından bir neçə şax qırıb evciyin ətrafına sancdı. Bu dəfə də bağda çiçəklərin çatışmadığını gördü, birdən Lalənə xatırlayıb dedi: Rəhim, sən evimizə bax, mən bu saat gəlirəm. Lalə bağçaya getdi. Rəhimin təzəcə əkdiyi qərənfilləri qoparıb qucağına yığdı. Elə bağdan çıxmaq istəyəndə Əli babaya rast gəldi. Lalə, qızım, bu qərənfilləri niyə yolmusan? Evciyimə qoyacağam. Axı mən qoz ağacının dibində təzə ev tikmişəm, istəyirəm çiçəyim də olsun. Qızım, adam ev tikəndə çiçəkləri xarab edər. Niyə xarab olur baba? Mən neynəmişəm ki? Daha neynəyəcəksən? Çiçəkləri kökündən yolub çıxarmısan. Bir bax, qönçələrin çoxu hələ açılmayıb. Bir də adam yoldaşının zəhmətini korlanmaz. Babacan, bilməmişəm, bağışla. Bir də eləmərəm. Lalə başını aşağı saldı, daha evcik qurduqları yerə qayıtmadı. O utandığından indi heç Rəhimin də üzünə baxa bilməzdi. İndi birinci sualı Hüseyn, sən izah elə. Və izah eləməmişdən qabaq, dayan bir dəqiqə qoy, mən sual verim sonra. Zeynəb, epizod nədir qızım, bilirik? Epizod hekayənin qısa məzmunu. Qısa məzmun deməyək, elə bir bitmiş bir hissəsidir. Hə, Hüseyn, yadındadır da bu? Mətndə bəzən bir mətndə 3 epizod olar, bəzən 5 epizod olar. Yəni bu o demək deyil ki, bir dənə mətni oxuyuruqsa orada bir epizod olmalıdır. Xeyr, mətndə bir neçə epizod ola bilər. Yəni bitmiş fikirdir da, bir abzasda məsələn nəyinsə bitdiyini göstərir. Müəllim, biz mən sizə demişdim o oxuyub anlama. Mən orada bir dənə epizod var idi. Mən bir dənə epizod çəkdim. Həmin mən bir dənə Türkiyə şirfi mətnində bir dənə əsas məsələyə keç görüm. Düz cavab verdin yoxsa yox? Mən bəli düz cavab verdim. Hamısını düz yazmışdım. Səhvim çıxmamışdı. Aha. İndi birinci sualı oxu, sən mənə izah elə görüm. Lalənin etdiyi hərəkətə görə çox utanır. Yox, sən sualı oxumadın axı, deyil. Hansı bənddə epizodlar düzgün ardıcıllıqla verilmişdir? Bəli, müəllim. Mən indi bir baxırıq variantlara. Zeynəb, indi sən mənə denən görüm. Lalə etdiyi hərəkətə görə çox utanır. Bu birinci epizoddur. Mən birinci epizod deyil.
Ay, sağ ol. Deməli, uşaqlar, A bəndinə baxın. Lalə etdiyi hərəkətə görə sonda utanır. Düzdürmü? Bəli, müəllim. Sonda başlayır. Ona görə bir sonda gəlməlidir. Bax, A variantını variantlarımızın arasından çıxartdım. Niyə? A variantında sonda 4-ü veribdir. Çünki sonda 1 olmalıdır. Baxıram ki, B-də, C-də, D-də bu variantlarda sonda 1 var. Hardasa bunlar uyğun olar, amma A variantı uyğun deyil. Sonra 2-yə baxaq. Müəllim, 2-də deyir ki, öz bağını qurmaq istəyən Lalə çiçəkləri kökündən qoparır. Müəllim, bu deyil. İkinci Birinci deyil. Birinci epizod deyil bu, bəli. Deməli, müəllim, burada indi 3-ə baxırıq. Deyir, Lalə Rəhimdən sap və kibrit qutusunu gətirməyin istədi. Müəllim, gətirməyini istəyir. Mən doğrudur. Deməli, mən C variantı Hüseyin, dinlə məni. Bu doğrudur demirik. Əslində bunların hamısı doğrudur. Sadəcə olaraq biz birinci yerə 3-ü qoyuruq. Deməli, hansı variantı da çıxardıram burada? Hansı cavabı da çıxardım? C də getdi. Niyə? Çünki C 4-lə başlayır, 3-lə başlayır bizim variantımız. İndi 3-dən sonra neçəni qoya bilərəm mən ora? Mənim 3-dən sonra mənim 2-ni qoyacaq. Aha, çünki çiçəkləri gətirir, ondan sonra baba onu başa salır. Bax, indi fikir verin, Zeynəb, baxırsan qızım suala. Bax, heç mən istəsəm, artıq variantı görürəm. Bax, fikir ver, 3 ilə 2 hansı variantdadır arda-arda? B. Görsən, artıq cavabımızı tapmış olduq. Heç sona qədər getmirik. Bəzən, əgər məntiqimizi yaxşı çalışdırırıqsa, başımızı yaxşı işlədiriksə, bax, heç sona qədər getməyə ehtiyac qalmır. Deməli, 3, 2, sonra 4 gəlir. 4, sonra 1. 1 gəlir. Burada mən, Aydın. bəli, mən burada belə adlanırım, variantlardan atlamaq. Variantlar atladıq, bəli. Rahatlıqla da cavabımızı tapdıq. Zeynəb, ikinci suala sən bax, qızım, izah elə görün mənə. Sən nə istəyir orada? Nə soruşur? Deyir ki, mətnə əsasən Lalənin peşman olmasının səbəbi nə idi? A variantında bilmədən yoldaşlarını zəhmətini korlaması. Yəni A variantını seçirsən, yoxsa oxuyursan hələ? A variantıdır. Cavab A variantıdır. Çünki o səhvini axırda başa düşür. Sadəcə olaraq o istəyirdi ki, qurduğu evin həyətində çiçəkləri də olsun. O anlamırdı ki, çiçəkləri yolmaq olmaz. Sonda anlayır və peşman olur. Ona görə də bizə lazım olan cavab elə A olduğundan heç digərlərinə baxmırıq. Aydındır, qızım? Bəli. Sen 3-cü suala bax. 3-də nə istəyir? Mətnə əsasən Lalə obrazının xarakterini müəyyən edir. Müəllim, indi variantlara baxırıq. Zəhmətkeş, mənim zəhmətkeş deyildi. Bəli. Zəhmətkeş deyil də orada o neynəmişdi? Bir səhv iş görmüşdü. Bəli. Mən sonra C, təmbəl, mənim təmbəl də deyildi. Təmbəl də deyildi. Bəli. Aha. Cəfakeş nə? Cəfakeş də deyildi. Cəfakeş də çox belə özünü necə deyim, bir şey üçün həlak eləyən adama deyirik də, deyirik ki, çox cəfa çəkdi. Cəfakeş də deyil bu. Mən günahkar, çünki müəllimə o yoldaşını eləmişdi. Ay, sağ ol. Var idi. Bilmədən bağda gülləri kökündən yolduğuna görə günahkar idi. Bəli. Bax, sizin ana dili işləməyinizin, yəni düzəlməyini istəyiriksə, qaydalar aparar. Amma bir nömrədə oxuyub anlama mətnləri, yəni çoxlu mətn işləmək lazımdır. Bəli. İndi 4-cü sualı Zeynəb izah eləsin. Mətnin giriş hissəsi ilə əlaqəli olmayan epizod müəyyənləşdirin. Aha. Lalənin evci düzəltməsi. Bu girişdə var idi. Giriş hissədə bu var idi. Amma burada deyir ki, olmayan. Əli babanın Laləni tənbəl etməsi. Yox, tənbəl deyil, tənbih etməsi. Yəni anlayır da. Mənim o axırlarda idi. Ay, sağ ol. Bunu götürə bilərik doğru variant kimi. Mən bəli. Bəli. Niyə? Çünki C ilə deyə bax.
Cədə Rəhmin Laləyə kömək etmək istəməsi, bu da giriş hissədə idi. Rəhmin evciyə telefon çəkməsi də mətnin əvvəlində baş verir. Amma Əli babanın Lalənin tənbih etməsi mətnin sonlarındadır. Ona görə də sənə lazım olan doğru cavab elə B variantıdır. Aydındır da qızım? Bəli. Başa düşməyəndə mütləq sual verin. Deyin ki, ay müəllim, yox, anlamadım, niyə, səbəbi nədir? Yəni, hər dəfə anlamasam da belə, yəni razılaşmayın. Anlamadığınız şeydə fikrinizi bildirin ki, mən görüm nəyi, niyə anlamadınız. İndi Hüseyin, 5 izah elə. Aşağıdakilərdən birinin adı mətninə keçmir. Müəllim, birinci A variantı Güldür. Gül variantı. Tərəfdən danışırdıq. Bəli, mən burada elə variantlardan müəllim birini baxan kimi cavabı ortaya çıxır. Müəllim B-də, xeyr, B yox. Bir dəqiqə müəllim. Müəllim, B-də kibritdir. Mən orada kibritdən müəllim deyir, kibrit qutusundan müəllim istifadə olduğu üçün mən bunu sayırım. Bəli, bunlar getdi. Bunlar var idi axı mətndə. C variantı sapdır. Mənim sap olduğu üçün C variantı getdi. Mən burada variantdan atladık elə. Mən D-yə baxmadım, elə cavab deyil. Çünki elə tikəmədi. D variantında olan, belə deyək, məmulatın adı çəkilmirdi. 6-cı sualı Zeynəb izah eləsin. Mətnə əsasən fikirlərdən hansı doğrudur? A-ya baxırıq. Gülləri qoparmaq ilk Rəhimin ağlına gəlmişdi. Bu doğru fikirdir, qızım. Yəni, doğru fikir deyil. Əli baba Lalənin öz bağını qurması üçün ona gülləri bağışlamışdı. Mən bağışlamamışdı. B-də getdik. Doğru deyil bunlar. C-yə baxırıq. Lalənin qopardığı qərənfillər Rəhimin zəhmətlə əkdiyi güllər idi. Hə. İndi bu doğrudur yoxsa yanlışdır? Doğrudur bu. Bu doğrudur. İndi D variantına bax görüm. D variantında Lalə etdiyi hərəkətə görə heç peşman olmadı. Peşman olmadı Lalə? Peşman oldu. Bəli, deməli bu da səhv variantdır. Bizə lazım olan C variantıdır doğru cavab. Gözləyin. Zeynəb, qaydaları təkrarladın qızım. Bəli. Tapdım bunu. Deməli bu mətni gəlin oxuyum mən sizə. Mətni oxuyun, mətnin arxasını axtarırım. Deməli, Azərbaycanda xalçaçılıq. Diqqətlə qulaq asın, bu informativ mətndir. Bilirsiniz də, mətnlər də bədii olur, informativ olur. İndi xalça toxumaq üçün bizə xalçaçılıqdan danışır. Gəl görək nə deyir? Deyir, xalça toxumaq üçün, daha doğrusu xalça toxumaq sənətinin kökü çox qədimdir. Qoyunçuluğun inkişaf etməsi, gözəl təbii boyaların hazırlanması Azərbaycanda zərif xalçaçılıq sənətinin yaranmasına imkan yaratmışdır. Azərbaycan xalçaları əsasən 4 qrupa bölünür. Birinci, Quba Şirvan, ikinci Gəncə Qazaq, 3 Qarabağ, 4 Təbriz xalçaları. Azərbaycan xalçaları rənginə, quruluşuna görə biri-biri ilə sıx əlaqəlidir. Mövcud Azərbaycan xalçalıqları məişətdə işlədilməsinə görə müxtəlifdir. Deməli, bəndlərə bölüb. A bəndində deyir ki, həcmcə balaca olan namazlıq xalça yerə salmaq üçün. B bəndində xüsusi divar xalçaları, C bəndində qonaq otaqlarını bəzəmək üçün bir neçə xalçadan ibarət dəstə xalçalar. Bunlar ölçüsünə və formasına görə ortada sərilmiş iri xalça, evin yuxarı başında və otağın ortasındakı iri xalçaların yanlarına salınan xalçadan ibarətdir. Ulduz, paxlava, 3 bucaq, 4 bucaq, 5 bucaq, 6 bucaq və 8 bucaq həndəsi formaların təsviri Azərbaycan xalçalarının əsas naxışlarını təşkil edir. Azərbaycan xalçalarında buta, cübbə, çay gülü, sarmaşıq, çiçək, qönçə və başqa bitki növləri naxış formasında daha çox işlənir. İndi keçək mətnin suallarına. Gözləyin, suallarınıza baxaq görək. Bu suallarında nə tələb eləyir? Aha.
Zeynəb, birinci sualı sən oxu, izah elə qızım. Mətnə əsasən doğru fikir hansı bəndə verilmişdir? Xalçalar ölçüsünə və formasına görə eyni olur. Müəllim, eyni olmur. Deməli, xalçalar ölçüsünə və formasına görə eyni olur. Bizdən mətnə əsasən doğru fikir hansı bənd? Deməli, A bəndi doğru deyil. Hə, qızım? Bəli. Aha, sonra davam elə. Bir variantı. Azərbaycanda xalçalar yalnız evin yuxarı başına salınır. Müəllim, Bu da səhv fikirdir. Aha, sonra? Azərbaycan Azərbaycan qoyunçuluğunun inkişaf etməsi, xalçalığın yaranması səbəb olmuşdur. Tələffüzdə tam axıra qədər, bax, fikir ver, tam axıra qədər sözləri tələffüz elə. Deməli, Azərbaycanda qoyunçuluğun inkişaf eləməsi, xalçaçılığın yaranmasına səbəb olub. Bu doğrudur? Bəli. Bəli, bu doğru fikir idi. Çünki bunu ilk başda deyir. İndi sonuncunu oxu hələ. Görəsən, sonuncu da yanlışdır. Azərbaycan xalçalığında ancaq cübbə naxış forması işlənir. Biz sonda sadaladık. Dedik ki, buta, çay gülü, sarmaşıq, çiçək, cübbə, bu kimi naxış formalar işlənir. Deməli, D variantımız da səhvdir. Ona görə bizə lazım olan doğru cavab C variantıdır. Hüseyin 8-i oxu. 8-də deyir ki, hansı sualın cavabı mətndə yoxdur? Müəllim, indi variantlara baxaq. Azərbaycan xalçalarında hansı naxış formalarından istifadə olunur? Mənim bu var idi. Bəli. Sonra müəllim, kəlləyin xalçası evin hansı hissəsində salınır? Bu da var idi. Əslində mən siz baxdınız, mötərizədə var idi. Mən bunu tələffüz eləmədim. Amma mötərizədə var idi. Bu da mötərizədə. Bu da doğrudur. Azərbaycan xalçaları neçə qrupa bölünür? Mənim burada var idi. Məndən deyilərən səhv deyir. Azərbaycanın hansı məşhur xalçaları var? Mən burada sizdən nə olar yoldaşlar? Düz tələffüz eləyin. Nə soruşdu bizdən? Deyir, Azərbaycanın hansı məşhur xalçaçıları var? Xalçaçı. Burada hansısa məşhur xalçaçının adını çəkdik? Xeyr. Xeyr. Ona görə də doğru cavabımız D variantı. Yoldaşlar, neçə ki tələffüzümüzü düzəltmirik, bax, o da bizdə testləri səhv işləməyimizə səbəb olur. Mütləq tələffüzünüzə fikir verin. Tələffüz, yəni önəmlidir, çox önəmlidir. Cümləni oxuyanda diqqət eləyin, sözü sona qədər çatdırın, sonra tələffüz eləyin. Yəni tələsməyin, eybi yox. Qoy 5 saniyədə gec oxuyun, amma görüm ki, düzgün oxuyursunuz. Qızım, 9-u izah elə, Zeynəb. Uyğunsuzluğu müəyyənləşdirin. Aha. Xalı ortaya sərilən iri xalça. Deməli, bu bayaqları orada, belə deyim də, mötərizələrdə verilmişdi. Bunları mən mötərizə olanlarını oxumadım. Bəli, iri xalçaya xalı deyilir. Bəli. Sonra? Bəli. Kənarı iri xalçaların yanlarına salınan xalça. Bəli, kənarı, məsələn, böyük xalçaların kənarında balaca, belə deyim də, balaca xalçalar da olur. Məsələn, onları daha qısa, belə ölçülü yerlərə salırıq. Bəli. B variantı da doğrudur. C-yə baxırıq. Namazlıq yerə salınan balaca xalça. Bəli, qızım, namazlıq yerə salınan ən balaca ölçülü xalça növüdür. D-yə baxma. D-də xüsusi divar xalçası deyil bu. Bu evin yuxarı başına salınan xalçadır, kəlləyi, belə adlanır. Amma xüsusi divar xalçası deyil. Ona görə də bizə lazım olan elə uyğunsuz verilmiş D variantıdır. Hüseyin 10-cu suala bax.
Azərbaycan xaltalarının naxışlarında bu bitki növünə rast gəlinir. Aha. Mənim indi variantlara bax. Sümbül var idi. Yox idi. Ta da sümbül bağışla. Sümbül yox idi. Ona görə deyirəm sümbül cavabını seçəsən. Bax bir də oxuyuram. İndi mətn gözünüzün qabağında deyil, ola bilsin ki ona görə. Xalçalarda deyir buta, cübbə, çaygülü, sarmaşıq, çiçək, qönçə bu kimi bitki növlərinin naxış formalarından istifadə olunub. Bax fikir ver, sarmaşığın, qönçənin, çiçəyin adı çəkilib, amma sümbülün adı yoxdur mətndə. Bəli. Aha. 11-ci sual Zeynəb oxu. Bir mətnin yarımbaşlığı ola bilməz. Aha. Azərbaycanda xalçaçılıq. Azərbaycan xalçaçılıq. Bəli. Biri mətnin yarımbaşlığı ola bilməz. Azərbaycanda xalçaçılıq. B. Ən qiymətli xalçalar. Burada qiymətli xalçalardan danışdıq biz. Xeyr. Xeyr, burada qiymətli xalçadan danışmadıq. Sadəcə olaraq xalçaları bir neçə qrupa böldük. Xalçaların o işlənmə yerlərinə görə adlarını verdik. Xalçalarda işlənən naxışların adını çəkdik. Amma demədik ki, ən qiymətli xalçalar, məsələn, ya filan yerindir, ya tutaq Gəncə bölgəsinindir, ya İranındır. Yəni, bunların adını çəkmədik. Ona görə də ən qiymətli xalça burada yarımbaşlıq kimi işlənə bilməz. Bəli. Aydındır Zeynəb? Bəli. 12-ci sual Hüseyin. Bax, görüm 12-ci suala. Azərbaycan xalçalarında bu həndəsin naxış formasında istifadə edilmir. Müəllim, burada kvadrat var idi, dairə var idi, üçbucaq var idi, mənim ulduz yox idi. Cavab B variantı. Ulduz var idi axı. Bax, mən oxuyuram. Fikir ver. Ulduz, paxlava, 3 bucaq, 4 bucaq, 5 bucaq və 8 bucaq. Hansı olmalıdır burada? Mən deyim cavabı. Dairə. Ay, sağ ol, dairənin adı çəkilmədi axı Hüseyniz. Bax, bir də deyirəm, ulduz, paxlava, 3 bucaq, 4 bucaq, 5 bucaq, 6 bucaq, bir də 8 bucaq. Bu kimi həndəsi fiqurlardan, belə deyək də, formaları təsvir olunub bu fiqurların. Amma dairənin adı çəkilmədi. Aydındır? Bəli. Bəlkə qayda soru sualına keçək. Vaxtımız az qalır. Bir 10 dəqiqədə qaydadan soruşun. Bəli. Zeynəb, səndən başlayaq. Fonetika nədən bəhs edir? Fonetika danışıq səslərin Hə qızım, tamamla fikrini. Danışıq səslərinin Danışıq səslərindən bəhs edən bir bölmədir. Hə, şərt deyil ki, oradakı kimi əzbər danışaq. Əsas odur ki, sən mənə fikrini çatdır, mən görüm ki, sən anlamısan. Sən başa düşmüsən ki, söhbət nədən gedir. İndi Zeynəb, mən səndən soruşam ki, Zeynəb, fonetikada danışıq səslərini öyrənir deyəndə nələri öyrənirik? səsləri, Aha. Daha sonra bir də hərfləri. tərifləri. Hüseyin, daha nələr öyrənirik? Səsləri, hərfləri, mən bir də sözləri. Hecanı, sözün düzgün yazılışını, sözün düzgün tələffüzünü, bunların hamısı fonetikada öyrənilir. Bəli. Əlifba nədir Zeynəb? Hərfin müəyyən hissəsinə əlifba deyilir. Əlifba nəyə deyilir?
ilə düzülməsidir. Bəli. 10 dəqiqə sonra dərsimiz bitir. Ümumiyyətlə mən sənə belə bir sual verim. Qayda kitabını açmışıq. Bəli. Oxumuşuq yoxsa öyrənmişik? Oxumuş. Hə, görsən oxuyanda öyrənmirik. Bax Zeynəb, bir var mən kitabı götürüm əlimə 5 dəfə üzündən oxuyum, elə bilirəm ki, öyrəndim. Bu öyrənmək sayılmır. Öyrənmən üçün çoxlu oxuyandan sonra kitabı evdə ver bir nəfərə, mama olsun, fərqi yoxdur, kimsə də, yanında kimsə varsa da. Bir qoy oradan sənə suallar versin. Əgər sən o sualları cavablandıra bilsən, deməli artıq öyrənmirsən. Yoxsa mən kitabı götürüm 2-3 dəfə oxuyum, deyim ki, qaydanı öyrəndim. Xeyr, oxumaqla öyrənməyin arasında çox böyük fərq var. Yaxşı qızım? Bəli. Gələn dərsə, bax bir də qaydaları hər gün mütləq qaydaya yer ayırıram. Yəni 10 dəqiqə də olsa, 5 dəqiqə də olsa sorğu-sual olacaq. Ona görə sən hər gün qaydadan mütləq öyrən. Evdə ver, mama qoy sənə suallar versin kitabdan. Mən verirəm, gah zəng gəlir, gah nəsə gəlir. Eyb yox, eyb yox. Onlar hamısı keçəcək. Yəni zamanla öyrəşəsən. Hüseyn, əlifbanı sırayla sadalaya bilərsən? Bəli. Buyur. A, B, C, T, D, E, F, F, G, R, H, U, I, C, Aha. Ondan sonra O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, V, Z. Aferin. Zeynep sadalaya bilərsən, yoxsa yox? Bəli. A, B, C, D, E, I, Qız qatdın. Ə, F, G, sadalamırıq. Mənim Allah bildiyi şeyləri yadından çıxar. Gələm də səndən soruşacağım Zeynəb. Yaxşı. Əzbər bilir deyə bunları. Eyb yox, olan şeylərdir. Zamanla yəqin ki bir həftə, 10 günə tam özünü doğruldar. Amma çalışaraq. Çalışmasaq yox. Zeynəb, heca nədir? Heca, sözdə nə qədər şahid varsa, o qədər heca olur. Bax, gözəl qızım, mən keçən dəfə də sənə dedim ki, bunu hecada bir qayda kimi işlədə bilərik. Amma heca nədir sualına cavab verəndə deyirik ki, Hüseyn, nə deyirik? Mən sözdən asanca böyle hissetmeye heca deyil. Sağ ol. Bax, Zeynəb, dedik ki, heca tərif olaraq, hecanın tərifini verəndə deyirsən ki, sözün asanlıqla bölündüyü hissələrdir. Və daha sonra qeyd edirsən ki, hər hecada mütləq nə olmalıdır? Şahid. Hə? Şahid. Sait olmalıdır, əlbəttə. Məsələn, mən sənə deyirəm ki, Zeynəb, 3 hecalı söz denən. Sən tez fikirləşməlisən ki, o sözdə 3 dənə sait olmalıdır. İndi sənin adın neçə hecalıdır? 2. Niyə? Çünki 2 dənə şahid səsi var. Ay, sağ ol, 2 dənə sait var. Hə, bu arada saitləri bir neçə yerə böldük. Qalın, incə, açıq, qapalı, dodaqlanan, dodaqlanmayan. Dodaqlanan saitləri de görüm Zeynəb. Dodaklanan şahidlər O, Ö, U, Ü. Hüseyin, dodaqlanmayanlar sadala. A, E, E, I, I. Hüseyin, qapalılar sadala. Kapalılarım I, Aha. ama I, U, bir de Ö. Ö yok. U, Ay, sol, qarıxma. I, U, Ü. Zeynəb, incələr sadala. İncələr E, I, Ö, Ü. Aha. Qalınlar bəs. Qalınlar A, I, O, U.
Ay, sağ ol. Hüseyin, samitləri neçə yerə böldük? Mənim samitləri mənim 2 yerə çar Cingiltili. Ay, sağ ol. Kar və Cingiltilidir. Zeynəb, sən mənə de görüm, sonor samitlər hansı samitlərimizdir? L, M, N, R. Aha, bunların nəyi yox idi? Hansı qarşılığı yox idi? Kar samit yoxdur. Yox, deyirik ki, bunlar özləri Cingiltili samitlərdir. Ancaq kar qarşılıqları yoxdur. Hüseyin, bəs hansı kar samitin Cingiltili qarşılığı yox idi? Ha, hını. Bəli, hının. Zeynəb, ahəng qanunu nə oldu? Ahəng qanunu sözlər qalın və incə sait olarsa ahəng qanuna tabe olunur. Yox, deyirik ki, Hüseyin, necə deyirdik? Sən deyir bir dənə. Mən sözdə qalın və incə saitlərin bir-bir izlənməsinə ahəng qanunu deyirik. Sağ ol. Bax, Zeynəb, belə deyirik. Deyirik ki, sözdə qalın və ya incə saitlərin. Bu o deməkdir ki, sözdə ya qalın sait olmalıdır, ya da incə sait olmalıdır. Uşaqlar, bir də hecadan danışdıq. Qoy, mən bunu qeyd edeyim sizə. Bilmirəm, qayda kitabınız yanınızda sizin. Bəli, mənim yanımda. Bir dənə zəhmət olmasa qayda kitabınızı açın, çünki məndə qaydalar müxtəlifdir. Bilmirəm, indi sizdəki kitabda var bu, yoxsa yoxdur. Bax, hecanın 2 növü var. Açıq heca var, bir də qapalı heca var. Baxın, görün, hələ bu haqda məlumat var kitabda. Hecada Bəli, heca mövzusunu tapın. tapdım mənim. Burada yoxdur deyəsə. Qoşa samitli var. Rəqəmlər yazılı var. Mən bir də şey var. Hecanın ayrılması var. Məsələn, hecada şeyin, nə bilim, adlar, əşyanın ayrılması, sözlərə hecanın ayrılması var. Sadə qələm götürün, çox xahiş edirəm. Bax, bunu qeyd kimi bir tərəfə yazın. Kitabın, qayda kitabının bir tərəfinə yazın ki, hecanın 2 növü var. Açıq heca, bir də qapalı heca. Baxın, uşaqlar, açıq heca sonu saitlə bitir. Bax, fikir verin bu hissəyə. Amma qapalı hecada sonu mütləq samitlə bitir. Bax, fikir verin. Birdən də ola bilər ki, testdə qarşınıza çıxar. Ona görə bunu qeyd kimi kitabın bir tərəfinə sadə qələmlə qeyd edin. Bəzi qayda kitablarında sonda qeyd vərəqləri qoyur. Əgər qeyd vərəqləri olsa... Necə? Yazdın? Yox, məncə axası qeyd var, oraya yaza bilərəm. Bəli, bəli, elə onu deyirəm də. Deyirəm, kitabların arxasında bəzən qeyd yerləri qoyur. Bax, ora qeyd kimi götürün bunu. Başa düşdünüz də söhbət nədən gedir? Açıq heca deyəndə, baxın, sonunda, bu hecaların sonunda saitlə bitməlidir. Amma qapalı hecada